Practice Platform hissəsinə, My ACC hesabında My Qualification-a girirsiniz. CBE Practice Exam. Practice Platform. Gəlirik bura, bütün imtahanlar üçün var. Məsələn, deyək ki, burada plusu basırıq. Var Official Resource, bir də var Blank Workspace. Bu, birbaşa o hissəyə daxil olmadan praktik eləməyimiz üçün olan Word və Excel-in qısıtlanmış formasıdır. Past Exam Library-yə klikləyirik. Məsələn, şərti deyək, bunu özümüzə assign eləyək. Assign eləyən kimi dərhal burada 4 olacaq sayı. Gəlin yoxlayaq. Assign elədik. Avtomatik olaraq oldu 4. Klikləyirik. Gördünüz, hamısı burada əks olunub. Hansıdır? 2021-22 dekabr sessiyası. Hansı ki, deməli, ekran təmizləyim. Yox, dekabr yox, üzr istəyirəm, iyun. Mart, iyun 2024, 23, 24 sillabusunu əhatə eləyən. Ən son əhatə olunan budur. Daha doğrusu, əlavə olunan budur. İmtahan üçün vacib bir qeyd. Məsələn, yoldaşlar, Next-i klikləyək. Bu hissələri klik. Bu hissə tam bildiyiniz birəbir imtahan interfeysidir. İmtahanla eynidir. Elə bilin ki, imtahandasınız. Yes, kliklədik. Məsələn, növbəti suala keçmək istəyirəm, baxıram ki, mənə qoymur keçməyə. Yenə klikləyirəm, yenə icazə vermir. Səbəb, bax, bu kursoru aşağı-yuxarı eləmək lazımdır. Tam aşağı gəlib bir dəfə çatmalıdır. Yəni, bax, bu kursor, bax, bura dəyməlidir bir dəfə. Əksi halda keçidə qoymur. Yəni, mən sualı tam oxumamış növbətiyə keçməyə icazə vermir məntiqidir. Burada nə eləmək olur? Sualı flag, yəni işarələyirəm ki, səhvimə qayıdıb baxmaq istəyəndə, baxım. Scratchpad qaralamadır, özüm üçün not götürürəm. Kalkulyator var. İkili istifadə var yoldaşlar burada. Kalkulyatorun bir normal versiyası var. Bir də scientific var. Məsələn, indi burada gördüyümüz normal kalkulyator scientificdir. Standart kalkulyator da bu formadadır. İmtahanda istifadə eləməyə icazə verirlər bundan. Yəni, rəsmi olaraq ACN özü təmin edib. Birdən də kalkulyatorumuz yadımızdan çıxsa, nə bilim, 5 vurulsun 25. 125 hesabladı. Bir də var scientific, hansı ki kök altı, qüvvətə yüksəltmə və s. əməliyyatları orada aparmaq olur. Evdə özünüz vərdiş eləyərsiniz, əlavə vaxt sərf eləməyək buna. Rahatlı istifadəsi. Özünüzlə fiziki olaraq kalkulyator aparmaq istəsəz, nəzərinizdə olsun. Yaddaşlı kalkulyatorlara icazə verilmir. Bunu hardan ala bilərsiniz? Bu tip kalkulyatoru fiziki olaraq elmlərdə səhv eləmirəmsə adı Rebusdur, düz metronun çıxışında. O vaxtı biz almışdıq 15 manata, ola bilər qiymətində biraz dəyişiklik olub. Nə bilim, bəlkə də indi azalıb qiyməti artıb, fərq eləməz. Oradan tapa bilərsiniz. Bundan istifadə edirsiniz. Gələcəm Rauf, hələ ki bu hissəni yekunlaşdırım, sual-cavabı axıra saxlayarıq. Məsələn, 5 vurulsun 378 bərabərdir. Özü avtomatik hesabladı. Sualları xahiş edirəm, axıra saxlayaq. Bu hissədə yazılarımız, yoldaşlar, nəzərə alaq ki, normal gündəlik istifadə elədiyimiz Excel-dən qısıtlı şəkildədir. Yəni, tam funksionallığı yoxdur. Məsələn, burada formulaları yazıb sürüşdürmək və s. biraz narahatdır. Əslində, bunu işləmişik, bir dəfə yoxlamışıq. Qəti şəkildə hansı düyməyə basmırsınız? Bax, burada görürsünüz, reset düyməsi. Bunu elədik, geriyə yol yoxdur. Bu bizdən hər ehtimala soruşur. Razısanmı ki, bütün cavablarını reset edeyim? Bəli. Ondan sonra nəzarətçini çağıraq, geri qaytarsın, olmur. Bütün yazdıqlarım tamam sıfırlanır və kompüter onu təkrar xatırlamır. Ctrl-Z düyməsi işləmir, nəzərinizdə olsun. Qəti şəkildə bu düyməyə basmırsınız. Heç bir halda. Reset. Geri qaytarmaq olmur çünki. Formatdan nələr dəyişmək olur? Məsələn, burada yazını qalın şriftlərlə, nazik şriftlərlə underline eləmək və s. olur. Formatting eləməkdə rənglərdən istifadə edə bilərsiniz. Məsələn, bu xananı bu rəngdən elədim.
Qarşılığında workinglərini göstərmək üçün yenə də rəng kodlaşdırmasından istifadə edə bilərsiniz ki, oxunması özünüz üçün rahat olsun. Burada nələr var? Rəqəmləri, sıfırların ayrılması. Custom eləmək istəsəz, məsələn, bu formada da bölə bilərsiniz. Excel-də həmişə elədiyimiz funksiyalardır. Evdə tövsiyə edirəm ki, bir dəfə bunu məşq eləyin. Səliqəyə salmaq üçün. İndi çox vaxtımız getməsin. İstifadə edə bilərsiniz. Next klikləyirik. Bu bizim Word formatımızdır. Növbəti suala keçmək istəsəm, yenə də mənə icazə verməyəcək. Aşağı scroll eləməliyəm. Burada da wordinglərimi yazıram. Məsələn, deyək ki, interpretation. Interpretation yazdım. Özümə paragraf seçirəm. Məsələn, heading olsun 4. Interpretation. 1. Nə bilim, sonra 2, 3 və s. yazıram. Səliqəyə salıram. Cədvəllə yaza bilərəm, məsələn. Deyək ki, istəyirəm ki, 2 dənə sətir, nə bilim, 5 dənə də sütun olsun. Formulaları yazmaq üçün. Ya da nə bilim, rəqəmləri yazmaq üçün. İstifadə edə bilərəm. Tamam silmək istəsəm, delete-lə silinməlidir, səhv eləmirəmsə. Ya da backspace-lə silinmədi. Sonra nəyimiz qalır? Yenə də burada reset düyməsini basmırıq. Qəti şəkildə. Hamısını sıfırlayır, cavablarımızı geri qaytarmır. Yəni, geri qayıtma işarəsi burada belə işləsə də yoldaşlar, nəzərinizdə olsun, imtahanda işləməyəcək. Yaxşı, qəti şəkildə o düyməni basmayın. Bunu bitirəndən sonra, deyək ki, suallarımızın hamısını tam bitirdik. Deyəsən, burada biraz ilişəcək. Bir dəqiqə, ilişdi. Bəzən belə glitchlər olur. Keçməyə bilir. Okey. Navigatordan istifadə eləyək. Keçməyəcək. Okey. Eyb yox, bunu bağlayaq. Təzədən daxil olaq. Bəzən imtahan belə donmalar olur. Normaldır. Başqa birini yoxlayaq. Yenə də eyni məntiqlə. Next. Deyək ki, sualları tam cavabladım. Exit exam eləyirəm. Mənə xatırlatma edir ki, əminsənmi? Deyirəm, bəli. Bunu klikləyəndən sonra rəsmi imtahanda artıq imtahan bitmiş sayılır. Amma hazırlıq boyunca qayıdıram təzədən bu hissəyə. Practice platforma. Burada self mark var, yoldaşlar. Görürsünüz, mark. Təzədən açıram bu hissəni. Sonuncu dəfə cəhd eləmişəm nə vaxt? 17 may tarixində. Self marka keçid eləyirəm. Baxın, bir sualı mənə tam göstərir burada. Sual məndən nə tələb eləyirdi? Və ayrılmış balları göstərir. Guideline verir mənə. Yəni, hər suala neçə bal verərdi? Məsələn, answer hissəyə keçid eləyirəm. Fikir verin. Adjusted profitə 4 bal və yaxud da ratiolardan, daha doğrusu goodwill-in hesablanmasına, goodwill-in özünə 4 bal, ratiolara 3 bal, analysis 3 bal, 13 bal. Bəs yaxşı, mən düz yazmışam, səhv yazmışam, necə yoxlayım? Gəlirəm bu hissəyə, bunu bağlayıram. Görürsünüz, sample answer var burada. Click here, biraz bulanlıq rənglərdəndir. Görürsünüz, click here. Kliklədim. Mənə birbaşa cavabı göstərir. Cavab necə ola bilərdi? Nümunəsini. Bunu da hide eləyək, cavabı tam görə bilək. Baxın, bu bizim üçün nümunə cavablardır. Öz yazdığınız cavabı burayla yoxlaya bilərsiniz. Hesablamaları da verib. Gördüyünüz kimi dəhşət detallı hesablama vermir. İmtahan üçün mütləq qaydada orta hesabla 1 bal, təxminən
iki tutarlı cümlə deməkdir. Yəni, imtahandan balı tam ala bilərəmmi yoxsa yox sualına cavab axtaranda sorğulayın, görün, verilmiş suala ən azı, məsələn, 5 baldırsa 10 cümlə yazmısınızmı? Amma 10 cümlə giriş xarakterli cümlələr və sair sayılmır. Tutarlı cümlələr. Məsələn, let's discuss the question. Bu sayılmır. Çünki cümlə xatirinə cümlədir. Mən sizə sırf suala istiqamətlənmiş və cavabı əhatə edən cümlələri nəzərdə tuturam. Mən sizə onu deyirəm. Bunu da klikləyəndən sonra, özümüzü qiymətləndirəndən sonra vəssalam. Next. Bir dənə də next. Sual bitdi. Sonradan